Salam uşaqlar. Bugün atmosfer mövzusundan C qrup tapşırıqlar və açıq suallara baxacağıq. Başlayırıq 161 nömrəli tapşırıq. Tropik enliklərdə daha güclü siklonların baş verməsinin səbəbi. Siklonlar bir külək növüdür, belə desək, və qapalı təzyiq sahəsində yaranırlar. Mərkəzlərdə alçaq təzyiq sahəsi olur. Ümumiyyətlə, hər hansısa bir külək növünün güclü əsə bilməsi üçün təzyiq fərqi çox olmalıdır. Küləyin yaranma səbəbi də elə təzyiq fərqidir. Yəni, e, yüksək təzyiqdən alçaq təzyiqə doğru əsməlidir külək. Burada variantlar var ki, səhraların geniş sahə tutması bu küləyə heç cürə təsir edə bilməz. İllik temperatur amplitudun böyük olması tropik enliklərdə illik temperatur amplitudu kiçik olur. Yağıntının az düşməsi də küləyə bir təsir edə bilməz. Sutkalıq temperatur amplitudunun kiçik olması fikri onsuz da səhvdir, çünki tropik enliklərdə sutkalıq temperatur amplitudu böyük olur. Əsasən də quru tropik iqlimin yayıldığı ərazilərdə. Təzyiq fərqinin böyük olması cavabımız bu olacaq. Topa buludlara aid olan əlamətləri seçin. İsti havanın sürətlə yuxarı qalxması nəticəsində yaranır. Bəli, isti hava sürətlə yuxarı qalxır. Yəni kondensasiya prosesi başlayır güclənməyə. Çünki çoxlu isti hava yuxarıya qalxır. Nəticədə bulud əmələ gəlmə prosesi sürətlənir. Bununla da topa buludlar yaranır və güclü yağışlar yağmağa başlayır topa buludlarda. Payızın sonu qışda formalaşır fikri səhvdir. Çünki topa buludlar leysan xarakterli yağışlar verir və bunlar daha çox payızın əvvəli, yaz fəslində, yəni isti hava vaxtı, isti havanın sürətlə e, qalxması nəticəsində yaranır. 2-6 km hündürlükdə yerləşirlər. Bu doğru fikirdir. Rütubətli mülayim havanın tədricən yuxarı qalxması bu layihəli buludlara aiddir. 6-12 metr hündürlükdə mənfi temperaturda yaranır, yağıntı vermirsə, lələkvari buludlara aid olan fikirdir. Cavab burada 1-3 A variantı olacaq. Davam edirik. Havanın temperaturunun illik gedişatı qrafikinin aid olduğu məntəqə üçün doğrudur. Baxırıq bura. İyul və avqust aylarında temperatur ən aşağı olur. Yanvar ayında isə və dekabr ayında isə ən yuxarı olur. Yəni 5 və 25. İyul və avqust aylarında temperatur aşağı olubsa, deməli burada iyul və avqust ayları qış ayları. İyul və avqust ayları şimalda yay ayıdır, cənubda isə qış ayıdır. Deməli məntəqə cənub yarımkürəsindədir. İndi görək variantlarda bizə nə verir. Qütb işıqlanma qurşağında yerləşir. Qütb işıqlanmada yerləşsəydi hava çox soyuq olardı. Burada heç mənfiyə düşməyib. 5 ilə 25 arasında dəyişib. Şimali Amerikada yerləşir fikri səhvdir, çünki dedik məntəqə cənub yarımkürəsindədir. Havanın orta illik temperaturu sıfırdan azdır. Ümumiyyətlə heç vaxt sıfır olmayıb. Yəni sıfırdan az ola bilməz. İllik temperatur amplitudu 30-dan yüksəkdir. Baxaq. Maksimum 25-dir, minimum 5-dir. Amplitud eləyir 20 dərəcə. 20 dərəcə isə 30-dan yüksək deyil. Cənub yarımkürəsində yerləşir. Bəli, cavabımız E variantı. 164-ə bax. Mütləq hündürlüyü 4000 metr olan dağın zirvəsində havanın temperaturu müsbət 2 dərəcə. Gəlin bura bir dağ çəkək. Bu olsun dağ. Bu olsun hündürlüyü 4000 metr. Bu da olsun temperatur müsbət 2 dərəcə. Atmosfer təzyiqi 360 mm-dir. Atmosfer təzyiqini yazaq bura 360 mm. Zirvə sütunudur. Əgər zirvədən 3000 metr aşağı ensək, havanın temperaturu və təzyiqi necə olacaq? Zirvə 4000-dədir. Buradan 3000 aşağı ensək, düşürük 1000 metr hündürlüyə. Arada 3000 metr məsafə var. 3000 metrə təzyiq 300 milli dəyişəcək. Çünki hər 10 metrə 1 milli dəyişir. Amma artacaq. Çünki biz dağın zirvəsindən ətəyinə düşürük. Təzyiq isə yuxarıya doğru azalan bir şeydir. Ona görə 360-ın üzərinə 300 gələcək. Təzyiqimiz olacaq 660. İndi temperatura baxaq. 3000 metrə temperatur 18 dərəcə dəyişir. Çünki hər 1000 metrə 6 dərəcə dəyişir. 3000 1000-dən 3 dəfə çoxdur. 18 də 6-dan 3 dəfə çoxdur. Amma indi 18 dərəcə temperaturumuz artmalıdır. Çünki biz yenə dağın zirvəsinin ətəyinə gəldik. Hündürə qalxdıqca temperatur aşağı düşür. İndi biz aşağı eniriksə temperatur yuxarı qalxmalıdır.
Müsbət 2-nin üzərinə də 18 deyəndə müsbət 20 dərəcə eləyir. Cavab olur. Müsbət 20 və 660 millimetr civə sütun. 20 dərəcə temperaturda havanın nisbi rütubətliyi 75%-dir. Havanın temperaturu 10 dərəcə aşağı düşərsə 1 kub metr havadan neçə qram su buxarı ayrılar? Birinci baxaq görək hələ havada neçə qram su buxarı var. Yəni birinci nöqtəyə kimi həll edək. 20 dərəcə temperaturda havanın nisbi rütubəti 75%-dir. Aşağıda isə bizə yazıb ki, 20 dərəcə 17 qramla doyur. Yəni doyma həddi 17 qramdır. Deməli 17 qram 100%-dir 20 dərəcə temperatur üçün. Bəs neçə qram? 75%-dir. Yəni havada neçə qram su buxarı var? Biz bunu tapmalıyıq. 17-ni vuracağıq 75-ə, böləcəyik 100-ə. 17-ni 75-ə vuranda eləyir 75'i vuranda 1210 75 eləyəcək. Hə, 17-nin 75-ə 1275, 100-ə böləndə 12,75. Deməli, havada 12,75 qram su buxarı var. Və bu hava 10 dərəcə aşağı düşəcək. Yəni 20 idi, 10 dərəcə aşağı düşsə olacaq 10 dərəcə ilə. 10 dərəcə isə yazıb bura 9 qram ilə doyur. Yəni 9 qramdan artığını artıq saxlaya bilmir. Havada isə 12,75 qram su buxarı var. Deməli, nə qədərini saxlaya bilməyəcək? 12,75 çıxaq 9 edir 3,75. Yəni 10 dərəcə temperatur 9 qram saxlaya bilir. Amma havada 12,75 qram var. Bunun 3,75-ini 10 dərəcə temperatur saxlaya bilməyəcək. Cavab olur Y variantı. Yəni bu havadan ayrılacaq bu su. Baxırıq 166-ya. Verilən əlamətlərin hansı ərazi əldə olduğunu göstər. Düz radiasiyanın kəmiyyəti böyükdür. Düz radiasiyanın kəmiyyəti böyüksə, deməli ərazi buludsuzdur. Buludsuz. Çünki bulud olanda radiasiya toxunur buluda və səpələnir. Fiziki aşınma intensividir. Fiziki aşınma intensivi isə deməli gündüz temperaturu ilə gecə temperaturu arasında fərq çoxdur. Deməli bu səhradır. Şimal yarımkürəsində yerləşən 2 dənə səhra tapmalıyıq. Və yaxud səhra zonasında yerləşən hər hansısa bir yer. Amazon rütubətli yerdir. Darfur Tibesti. Elə cavabımız bu olacaq. Çünki Darfur və Tibesti yaylaları böyük səhranın içərisində yerləşirlər və şimal yarımkürəsindədirlər. Bunlarda düz radiasiya çox olacaq. Çünki səhra olduğu üçün buludsuzdur və fiziki aşınma intensiv gedəcək. Qərbi Avstraliya cənub yarımkürəsindədir. Böyük və mərkəzi düzənliklər Şimali Amerikada soyuq bir ərazidir. Nallar burada cənub yarımkürəsindədir. Cavab olacaq B variantı. Havanın temperaturunun illik gedişatı qrafikinin aid olduğu məntəqə üçün doğrudur. Temperatura baxaq. Müsbət 25 olub iyul ayında. Mənfi 10 olub yanvar ayında. Deməli, iyulda müsbət 25-də ən çox temperatursa, iyul burada yay ayıdır. Deməli, məntəqə şimal yarımkürəsində yerləşir. İndi baxaq variantlara. İllik temperatur amplitudu 20 dərəcədən azdır. Baxaq, ən yüksək temperatur 25-dir, ən alçaq mənfi 10-dur. 25-dən mənfi 10 çıxanda eləyir 35. Amplituda 35 dərəcədir. Burada deyirsə 20-dən azdır, 20-dən çoxdur. Bu səhv fikir. Avstraliya materikində yerləşir. Ola bilməz. Çünki Avstraliya cənub yarımkürəsindədir. Biz dedik məntəqə şimaldadır. Havanın orta illik temperaturu 30 dərəcədən yüksəkdir. Ümumiyyətlə, heç vaxt 30 dərəcə olmayıb havanın temperaturu. 30 dərəcədən yüksək ola bilməz. Şimal yarımkürəsində yerləşir. Bəli, bunu təsdiqlədik. Qütb işıqlanma qurşağında yerləşir. Qütb işıqlanmada müsbət 25 dərəcə isti olmuş. Yəni, soyuq ərazilərdə olur. Ona görə bu səhv fikirdir. Aşağıdakı cədvəldə eyni enlikdə yerləşən 5 məntəqənin yanvar və iyul ayları üçün havanın orta temperaturları verilmişdir. Bu məlumata əsaslanaraq məntəqələri kontinentallığın artmasına görə sıralayın. Kontinentallıq o deməkdir ki, ən isti temperaturla ən soyuq temperatur arasında fərq çox olsun. Nə qədər çox olarsa, həmin ərazi o qədər kontinentaldır.
Gəlin görək məntəqələrdə ən isti temperaturla ən soyuq temperatur arasında fərq nə qədərdir? Birinci məntəqədə -12, -24. Aradakı fərq 36 dərəcədir. İkinci məntəqədə 27 dərəcədir, 0-dan 27-nin arası. Üçüncü məntəqədə 17 dərəcədir, 5-dən 22-nin arası. Dördüncü məntəqədə 19 dərəcədir, 6 ilə 25-in arası. Beşinci məntəqədə 22 dərəcədir, 4 və 26-nın arası. İndi kontinentalın artmasına görə deyirsə, ən az fərqdən ən çox fərqə doğru düzməliyik. Ən az fərq 3-də, sonra 4-də, sonra 5-də, sonra 2-də, sonra isə 1-dədir. Cavab olur Y variantı. Aşağıdakı küləklərdən hansının yağıntı vermə ehtimalı daha yüksəkdir? Aha, baxaq. Dağ yamacı ilə qalxan külək. Elə bu olacaq. Çünki dağ yamacı ilə külək yuxarıya doğru qalxırsa, yuxarıya qalxdıqca havanın temperaturu aşağı düşür deyə hava soyuyacaq, həmin o küləyin daxilindəki hava və öz tərkibindəki su buxarını artıq saxlaya bilməyəcək. Nəticədə də yağış yağmağa başlayacaq. Ümumiyyətlə, qalxan hava yağış yaradır. Digər variantlara baxaq. Yayda dənizdən ovalığa əsən sutkalıq kül. Sutkalıq kül birizlər çox da yağıntı vermir. Yağıntı verə bilər, amma belə çox da yüksək deyil ehtimal. Bu hər gün əsir olsun. Onda gərək hər gün yağıntı verir. Qışda qurudan dənizə əsən, qurudan dənizə əsən külək ümumiyyətlə yağıntı vermir. Gərək dənizdən quruyasın. Çay dərəsi boyunca enən külək. Enirsə əgər istiyə doğru düşür deməli. İstiyə doğru gəldikcə isə yağıntının yağma ehtimalı azalır, artır. Yayda qurudan dənizə, qurudan dedik dənizə əsən külək yağıntı vermir. Cavab elə burada A variantı olacaq. 170-ə bax. 5 ayrı məntəqədə havanın temperaturunun sutkalıq gedişi verilib. Sutkalıq temperatur amplitudunun daha kiçik olduğu məntəqə. Yəni, ən isti və ən soyuq temperaturlar arasında fərqin daha az olduğu məntəqəni soruşur. Birinci məntəqəmizdə A variantında ən isti temperatur 22, ən aşağı temperatur isə 11-dir. Aradakı fərq 11 dərəcə eləyir. B variantında ən isti temperatur 12, ən aşağı temperatur -2-dir. Aradakı fərq 14 dərəcə eləyir. C variantında ən isti temperatur 9, ən soyuq temperatur -7-dir. Aradakı fərq 16 dərəcə eləyir. D variantında ən isti temperatur 14, ən aşağı temperatur 0-dır. Aradakı fərq 14 dərəcə eləyir. Y variantında ən isti temperatur 24, ən aşağı temperatur isə 16-dır. Aradakı fərq 8 dərəcə eləyir. Daha daha kiçik amplitud oldu Y variantı. Davam edirik 171-ci sualla. Deyir ki, kəsmə yüksəkliyi 1200 metr olan sxemə əsasən L nöqtəsində havanın temperaturu müsbət 4 dərəcədir. Verilən digər K, M və N məntəqələrində havanın temperaturu müvafiq olaraq, yəni düzgün ardıcıllıqla təyin edilir. Deməli, baxırıq. Kəsmə yüksəkliyi 1200. Yəni, məntəqələr iki horizontal arasındakı məsafə 1200. Görək 1200 metrə temperatur nə qədər dəyişir? 1000-ə 6 dəyişir. 1200-ə x dəyişəcək. Burada x bərabərli 7,2 alır. İndi baxırıq məntəqələrə. L ilə K-nın arasında cəmi bir horizontaldır. Yəni, kəsmə yüksəkliyə bərabərdir aradakı məsafə. Deməli, L ilə K-nın arasında temperatur fərqi 7,2-dir. Amma Berkştirlərdən görürük ki, bu bir təpədir, bir dağdır. Dağdırsa, K daha aşağıda yerləşəcək. K aşağıda olduğu üçün K-da temperatur daha yüksək olacaq. Yəni, L-in temperaturun üstünə 7,2 gələcək. Bu deyilir 11,2. 11,2 olacaq K-dakı temperatur. M-ə baxaq. M ilə L-in arası da bir horizontaldır cəmsi. Yəni 1200 metrə bərabərdir. Amma L M-dən daha aşağıdadır. Deməli, L-də temperatur daha yüksək olmalıdır.
M-dəki temperaturu tapmaq üçün L-dəki temperaturdan 7,2-ni çıxacağıq. Alınacaq -3,2. Bu da olacaq M-dəki temperatur. L ilə N-in arası 1, 2, 3 horizontaldır. Yəni 3600 metrə bərabərdir. 1200 metrə 7,2 idisə, 3600 də 1200-dən 3 dəfə çoxdur. 7,2-ni 3-ə vuracağıq. Eləcə 21,6. Yəni L ilə N arasında 21,6 dərəcə temperatur fərqi var. N dağın zirvəsinə yaxın yerləşdiyi üçün N-də temperatur az olmalıdır. Yəni L-dəki temperaturdan 21,6-nı çıxmalıyıq. Bu da eləyir -17,6. Deməli cavablarımız oldu. Müsbət 11,2, -3,2 və -17,6. Cavab C variantı. Davam edirik. 172-ci sual. Oroqrafik temperatur inversiyası adlanır. Oroqrafik deyirsə, burada söhbət dağlardan gedəcək. Ümumiyyətlə, oroqraf elmi dağları öyrənir. İnversiya deyirsə, hər hansısa bir qayda pozulmuş olacaq. Temperatur inversiyası deyirsə, məsələn, hündürə qalxdıqca temperatur normalda aşağı düşməlidir. Burada yuxarı qalxacaq. İnversiya odur ki, bir şey olmalı olduğu kimi deyil. Yəni bir qayda var, amma həmin qayda tərsinə baş verir, pozulur. Bu prosesə inversiya deyilir. Baxaq görək hansı variant uyğun gələcək. Yer səthinin buludsuz havada gecələr şüalanma yolu ilə istilik itirməsi nəticəsində hündürlüyə doğru temperaturun artması. Bu inversiya hadisəsidir. Hündürlüyə doğru temperaturun artması. Amma oroqrafik deyil. Yəni dağlarda baş vermir. Ona görə bu səhv. İsti havanın soyuq əraziyə daxil olması nəticəsində hündürlüyə doğru temperaturun artması. Bu da inversiyası, amma burada da dağlardan söhbət getmir. Oroqrafik deyirsə dağ olmalıdır. Dağ yamaclarında soyuq və ağır havanın aşağı enməsi, isti havanın yuxarı qalxması nəticəsində hündürlüyə doğru temperaturun artması. Bəli, cavab budur. Bu temperatur inversiyasıdır və dağlarda baş verir. Deməli, oroqrafik temperatur inversiyasıdır. Dağın ətəyinin zirvəsinə doğru havanın sıxlığının və temperaturunun azalması belə bir şey yoxdur. Sıxlıq azalırsa bu inversiya deyil. Onsuz da qayda belədir. Temperatur da azalmalıdır onsuz da. Bu inversiya deyil. Soyuq havanın əraziyə daxil olaraq isti havanın sıxışdırması nəticəsində hündürlüyə doğru temperaturun azalması, bu isə soyuq cəbhənin yaranması prosesidir. Bu da temperatur inversiyası deyil. Baxırıq 173-ə. 173 biraz böyükdür. Bunu kiçildək. Aşağıda iki məntəqəyə aid olan havanın temperaturunun illik gedişatı qrafikləri verilir. Buna əsasən bu məntəqələr haqqında verilmiş fikirlərdən hansı doğrudur? Gəlin baxaq. Birinci məntəqəmiz ən isti vaxtını iyulda yaşayıb. İyul deməli burada yay ayıdır. Deməli məntəqəmiz şimal yarımkürəsində. İkinci məntəqəmiz ən isti ayını yanvarda yaşayıb. Yanvarda deməli burada yaydır. Deməli məntəqə cənub yarımkürəsində. İndi baxaq variantlara. A məntəqəsi Avstraliya materikində yerləşir. A məntəqəsi şimaldadırsa, Avstraliyada yerləşə bilməz. Avstraliya cənubda olan materikdir. B məntəqəsi Şimali Amerika materikində yerləşir. Bu da mümkün deyil, çünki B məntəqəsi cənub yarımkürəsində. B məntəqəsində havanın orta illik temperaturu daha yüksəkdir. Orta illik hesablasaq, bəli, bu ola bilər. Çünki B məntəqəsində 5 ilə 25 arasında dəyişib. A məntəqəsində isə -10 ilə 25 arasında dəyişib. Yəni burada ortalama temperatur çıxarsaq, B-də daha yüksək olacaq da. B-də həmişə isti olur. A məntəqəsində havanın illik temperatur amplitudu kiçikdir. Xeyr, böyükdür. Çünki 25 ilə -10 arası 35 eləyir. 25 ilə 5-in arası B-dəki 20 eləyir. Ona görə də bu fikir səhvdir. Hər iki məntəqə tropik işıqlanmada yerləşir. B məntəqəsi ola bilər, amma A məntəqəsi ola bilməz. Çünki tropik işıqlanmada -10 dərəcə temperatur olmur. Bu da səhv fikirdir.
174-ə baxırıq. A və B məntəqələrində temperaturun illik gedişinin fərqli olmasının əsas səbəbini müəyyən edin. Bunlar fərqli yarımkürədə yerləşirlər də. Yəni baxan kimi görsənir. Çünki A-da ən aşağı temperatur iyulda olub. Deməli iyulda qışdır. Deməli cənubdadır. B-də isə ən yuxarı temperatur iyulda olub. Deməli iyulda yaydır. Deməli şimaldadır. Yəni əsas səbəb odur ki, biri şimaldadır, biri cənubda. Yəni nə ola bilər? Yarımkürələrin fərqli olması. A variantı. Baxırıq 175-ə. Biraz uzaqlaşdıraq. Bax. Aşağıdakı diaqramda əsas iqlim qurşaqlarına şimal yarımkürəsi üçün havanın temperaturunun illik gedişi verilir. Diaqramdan hansı nəticəni çıxarmaq olmaz? Deməli, ekvatoriala baxırıq. Stabil irəliləyib 25 dərəcədə. Tropik 15-dən 35-ə doğru qalxıb düşüb. Mülayim -10-dan -20-yə doğru qalxıb düşüb. Qütb isə -30-dan -5-ə doğru qalxıb düşüb. Görək nəyi demək olmaz. Bütün iqlim qurşaqlarında ən isti ay iyul ayıdır. Bəli, hamısı bu baxaq iyul ayı. İyul 7-ci aydır bura. 7-ci xətt. 7-ci ay budursa, mavinin ən isti ayı iyuldan avqusta gedən vaxtda olub. Yaşılın ən isti ayı da iyulda olub deyə bilərik. Bənövşəyinin ən isti ayı amma iyul olmayıb. Burada 6-cı ay daha yuxarıdadır. Yəni bunu deyə bilməyəcəyik deyəsən. A variantını saxlayaq hələ ki. Bütün iqlim qurşaqlarında yay temperaturu müsbətdir. Bəli, hamısında sıfırdan yuxarı. Bu doğrudur, götürmürük. Yayda ən yüksək temperatur tropik iqlimdədir. Bəli, tropik qalxıb 30-dan yuxarı. Bu da doğrudur. Ekvatorial qurşaqda temperaturun illik gedişatı təqribən bərabərdir. Bəli, gördüyünüz kimi stabil olaraq bir xəttlə gedir. Bu da doğrudur. İqlim qurşaqlarının ikisində qış temperaturu sıfırın altındadır. Bir mülayimdə sıfırın altındadır, -10, bir də qütbdə sıfırın altındadır, -30. Bu da doğrudur. Bəli, cavab elə A variantıdır. Çünki bəzilərində iyun ayında, ekvatorialda əsasda ən yüksək temperatur iyun ayında idi. Qütbdə avqusta doğru gedəndə idi. Ona görə cavab elə A variantıdır. Yəni biz onu dəqiq deyə bilmədik. 176. Cənub küləkləri Uruqvayda havanın temperaturunu aşağı salır, İspaniyada yüksəldir. Bunun səbəbi nədir? Uruqvay Cənubi Amerika materikində yerləşən bir ölkədir. Cənubi Amerikaya cənubdan əsən külək Antarktidadan gəlir. Antarktidadan gəldiyi üçün soyudacaq təbii ki, aşağı salacaq. İspaniya Avropadadır. İspaniya cənubdan gələn külək Şimali Afrikadan, Böyük Səhradan gəlir. Ona görə temperaturu yüksəldəcək. Yəni əsas səbəb odur ki, bu ölkələrin yerləşdiyi enlik. Biri cənub yarımkürəsində Antarktidaya yaxındır, biri şimalda Afrikaya yaxındır. Təbii ki, biri soyuq olacaq, biri də isti olacaq. Ona görə cavab yerləşdikləri coğrafi enliklər olur. 177-yə baxırıq. Deyir ki, xəritə sxeması əsasən cənub yarımkürəsində 20 dərəcə izotermin, Cənubi Amerika və Afrikanın qərb sahillərində şimala doğru meyllənməsinin səbəbi. Söhbət bax buradan gedir. Buradan və buradan. Yəni normalda buradan keçməlidir xətt. Buradan keçməlidir. Amma burada nəsə qoymur, qaldırır bunu yuxarıya. Havanı nəsə soyudur. 20 dərəcə izotermi qaldırır yuxarıya. Bu, Cənubi Amerikanın qərbindən əsən Peru cəryanı və Afrikanın qərbindən əsən Bengal cəryanlarının təsiridir. Hər ikisi soyuq cəryandır, havanı soyudurlar və 20 dərəcə izoterm məcbur yuxarı qalxası olur. Burada cavab olacaq bu sahillərdən şimala doğru soyuq okean cəryanlarının hərəkət etməsi. Baxırıq sual 178-ə. Temperatur və təzyiq məsələsidir. Kəsmə yüksəkliyi 200 metr olan sxemə əsasən A məntəqəsində atmosfer təzyiqi 580 mm civə sütunu,
B məntəqəsində havanın temperaturu 7 dərəcə Selsidir. A məntəqəsindəki temperaturu, B məntəqəsindəki təzyiqi tap. Gəlin baxaq. Kəsmə yüksəkliyi 200 metrdir. Birinci biz A və B məntəqələri arasında görək nə qədər hündürlük fərqi var. B-dən A-ya getdikcə 1, 2, 3, 4 horizontal var. Kəsmə yüksəkliyi 200-dürsə, vururuq 4-ə, eləyir 800. Deməli, A ilə B-nin arasında hündürlük fərqi 800 metrdir. 800 metrə atmosfer təzyiqi 80 millimetr civə sütunu dəyişir. Çünki hər 10 metrə 1 millimetr dəyişir. Və Berkştirlərdən belə başa düşürük ki, A dağın zirvəsində yaxın yerləşir. Yəni, çünki Berkştirlər çölə baxırsa, bu bir dağdır. Deməli, A-dakı təzyiq B-dəkindən az olmalıdır. 580 üzərinə 80-i gəlirik. B-dəki təzyiq olur 660 millimetr civə sütunu. Təzyiqi tapdıq. İndi temperaturu tapaq. Görək 800 metrə temperatur nə qədər dəyişir? Qayda belədir ki, 1000 metrə 6 dərəcə dəyişir. 800 metrədə x dəyişəcək. 800-ü də 6-ya vurub 1000-ə böləndə eləyəcək 4,8. Deməli, aradakı fərq 4,8 dərəcədir. Bizə B-dəki temperaturu verib, A isə B-dən hündürdə yerləşirsə, A-da daha az olur. Yəni 7-dən 4,8-i çıxmalıyıq. Bu da eləyir 2,2. Cavab olur 2,2 dərəcə Selsi, 660 millimetr civə sütun. 179. Bu biraz uzundur. Bunu balacalaşdıraq. Sxemdə verilmiş K və N məntəqələrinin yüksəkliklərini doğru göstərən qrafiki təyin edin. Nəzərə alın ki, K nöqtəsinin atmosfer təzyiqi 750 millimetr civə sütunudur. Deməli, burada 750-dir. Və bizə açar olaraq dəniz verib burada. Dəniz səviyyəsində isə atmosfer təzyiqi 760 olur. Burada 760 yazırıq. Aradakı atmosfer təzyiqi fərqi 10 millimetr civə sütunudur. Hər 10 metrədə 1 millimetr civə sütunu atmosfer təzyiqi dəyişirsə, deməli dənizlə K-nın arasındakı məsafə 100 metrə bərabərdir. Və K ikinci horizontalın üstündədirsə, deməli kəsmə yüksəkliyimiz 50 metrə bərabərdir. Yəni 100 bölü 2. 50 metrdirsə bura 50, K-nın olduğu yer 100. Bizdən haranı soruşur? K və N. K-nın olduğu yer 100. K-dan sonra bura 150, bura 200, bura 250, bura 300, burada 350. M məntəqəsi isə 350 olacaq. M-lə L-i də soruşur. Deməli, K 100, N 350, M ondan 2-dən aşağı, yəni 250. L isə 4-cü horizontaldadır, yox, 3-cü horizontaldadır. O da olacaq 4-dədir, 4-dədir. 50 vur 4, 200. Deməli, K 100, L 200, M 250, N 350 cavab elə A variantı olacaq. Davam edirik. 180-ci suala baxırıq. Temperaturu müsbət 30 dərəcə Selsi, nisbi rütubətliyi 40% olan hava 20 dərəcəyə qədər soyuyarsa, onun nisbi rütubətliyi neçə faiz olur? Görək birinci havada neçə qram su buxarı var. Temperaturu 30 dərəcədir, nisbi rütubətliyi 40%-dir. Və 30 dərəcədə burada yazıb ki, bizə 30 qram saxlaya bilir. Yəni 30 qram 30 dərəcə üçün 100%-dir. Bəs neçə qram? 40%-dir. Burada da x bərabərdir 30 vur 40 böl 100. O da eləyəcək 12. Deməli, havada 12 qram su buxarı var. Və bu hava 20 dərəcəyə qədər düşür. 20 dərəcə isə bizə deyir ki, 17 qram saxlaya bilir. Və bizdən nisbi rütubətliyi soruşur. Yəni 17 qram 20 dərəcə üçün 100% təşkil edir. Bəs 12 qram neçə faiz təşkil edir? X faiz. Biz burada 12-ni 100-ə vurub 17-yə bölməliyik.
Bu da təxminən eləyəcək 12 vur 100, 1200. 1200-ü də 17-yə böləndə alınacaq 70,5, 70,6. Cavab olacaq A variantı. Yəni 180, 181. Baxırıq 181-ci suala. Bunu biraz yaxınlaşdıraq. Çox yaxınlaşdıraq. Yox. Siklon kürəkləri nədir? Mərkəzində alçaq, kənarlara doğru təzyiqin artması müşahidə olunan qapalı təzyiq sahəsində yaranan külək. Bəli, elə cavab A variantıdır. Siklonların mərkəzində alçaq, kənarlarında yüksək təzyiq olur və qapalı təzyiq sahəsində yaranmış küləklər hesab olunur. Cavabımız burada A variantı olacaq. Görək digər variantdakılar nədir? Tropik yüksək təzyiqdən ekvatorial alçaq təzyiqə əsən külək bu passatlardır. İldə 2 dəfə istiqamətini dəyişən küləklər olub. Yay mövsümündə rütubətli, qış mövsümündə quru olur. Bu mussonlardır. Dağlıq ərazilərdə ilin soyuq dövrünə əsən isti küləklərdir. Bunlar föhündür. Gündüz sudan quruya, gecə qurudan suya əsən sutkalıq külək. Bu isə brizdir. Siklon isə A variantındadır. Baxırıq 182-yə. 182-də bizə deyir ki, biraz uzaqlaşdıraq. Aha. Cədvəldə məntəqədə il ərzində küləklərin əsmə istiqamətlərinə uyğun olan günlərin sayı göstərilmişdir. Buna əsasən məntəqəyə aid olan külək külünü müəyyən edin. Gərək biz bu külək külünü quraq. Deməli, 55 gün şimaldan, 55 gün, 50 gün şimal-şərqdən, 60 gündə cənub-şərqdən əsir. Ən çox əsdiyi istiqamətlər bunlardır. Cənub-şərq, şimal, şimal-şərq. Yəni bu istiqamətlərin uzunluğu daha böyük olmalıdır bizim külək kürümüzdə. Məsələn, A variantında şimal şərqdən balacadır. Amma bizdə burada şərq 40 gündür, şimal 55 gündür. Şimal şərqdən balaca ola bilməz. Deməli A variantı deyil. B variantımızda şimal qərbdən balacadır. Cədvəldə isə qərb 40 gündür, şimal 55 gün. Bu da ola bilməz. C variantımızda isə şimalla cənub həddindən artıq böyükdür, digərləri çox balacadır. Cənub isə bizim cədvəldə cəmi 30 gündür. Ona görə bu da ola bilməz. D variantında şimal uzundur, cənub-şərq uzundur, şimal-şərq uzundur, digərləri nisbətən qısadır. Elə bu variant ən uyğun varianta oxşuyur. Çünki bizdə də cədvəlimizdə şimal, şimal-şərq və cənub-şərq ən uzunlardır. Y variantında isə ən uzun qərblə şərqdir. Burada isə qərblə şərq 40 gündür cəmisi və ondan uzun 60 gün, 55 gün olanlar da var. Bu da ola bilməz. Cavab olur elə D variantı. 184-ə baxırıq. M və M məntəqə arasında hündürlük fərqi 1500 metrdir. Buradan bura 1500. M məntəqəsində temperatur 0 dərəcə olarsa, burada 0 dərəcədir. M məntəqəsindəki temperaturu və məntəqə arasındakı təzyiq fərqini tapın. Təzyiq fərqi çox asandır. 1500-ə 150 olacaq. Çünki hər ona 1 mildə azalır. İndi temperaturu tapaq. 1000 metrə 6 dərəcə dəyişir. 1500 metrə x dərəcə dəyişir. Burada 1500-ü 6-ya vurub 1000-ə böləcəyik. Orada da cavab alacaq 9. Deməli, məntəqə arasında temperatur fərqi 9 dərəcədir. Əgər M-də 0-dırsa, N hündürdə olduğu üçün bundan 9 dərəcə az olmalıdır. 0-dan da 9 çıxanda eləyir -9. Cavabımız -9 və 150 millimetr civə sütunu. 185-ə bax. Burada bizə gündəlik küləklər olan brizlərlə dağ-dərə küləklərini göstərib və bizdən hansının istiqamətinin səhv olduğunu soruşur. Baxırıq birinciyə. Deyir ki, gündüz dənizdən quruya əsir. Bəli, bu doğrudur. Brizlər gündüz dənizdən quruya, gecə qurudan dənizə əsirlər.
İkincisi deyir ki, gecə dənizdən quruya əsir. Bu yanlışdır. İndicə dedik ki, gecə qurudan dənizə əsir. Üçüncüyə baxırıq. Gündüz dərədən dağa əsir. Dağ-dərə küləkləri. Bəli, doğru fikirdir. Gecə yenə dərədən dağa əsir. Bu yanlış fikirdir. Çünki gecə dağdan dərəyə əsəcək artıq. Bizdən səhv verilənləri soruşur. Səhv verilənlər ikinci və dördüncüdür. Cavab olur C variant. 186-cı suala bax. Yer kürəsində yağıntıların paylanması birbaşa olaraq asılı deyil. Ərazinin coğrafi mövqeyindən asılıdır. Yəni harda yerləşməsindən, dağların ətəyindədirmi, düzən ərazidədirmi, dəniz sahilindədirmi, materik daxilidirmi, yağıntılar bunlara təsir edir. Yəni bunlar yağıntıya təsir edir. Okean cərəyanlarından da asılıdır. İsti okeansa rütubətli olacaq, soyuq okeansa quru olacaq. Müxtəlif enliklərdə havanın qalxan və enən hərəkətindən də asılıdır. Çünki qalxan hava yağıntı verir, enən hava quraqlıq yaradır. Ərazinin geoloji quruluşu. Geoloji quruluşu odur ki, suxurların tərkibi, yaşı, bu kimi şeylər. Bu yağışa necə təsir edə bilər ki? Məsələn, burada suxur qocadır, bura çox yağış yağsın. Elə bir şey yoxdur. Cavab elə budur. Relyefin xüsusiyyətindən asılıdır. Dağlıqdır, düzənlikdir. Bunlar da yağıntıya təsir edir. Bizə 187 lazımdır. Burada. Baxırıq 187-ci sual. Deyir ki, küləklərlə bağlı hansı fikir doğrudur? Qış mussonları rütubətli, yay mussonları quru olur. Bu səhv fikirdir. Çünki mussonlar yayda dənizdən quruya, qışda qurudan dənizə əsirlər. Yayda dənizdən quruya əsdiyi üçün yayda daha rütubətli olmalıdır. Gündüz brizi qurudan suya doğru əsən qalıq küləkdir. Gündüz brizi qurudan suya əsir, amma həmişə yox. Gündüz sudan quruya, gecə qurudan suya əsir. Yəni təkcə qurudan suya əsir. Hava axınlarının yüksək dağları keçdikdən sonra digər dağ yamacından aşağı doğru hərəkəti ilə isti və quru föhn küləkləri əmələ gəlir. Bu səhv fikirdir. Çünki hava axınları dağdan dərəyə doğru əsirsə, əgər dağın digər yamacından əsirsə, bu artıq dağ-dərə küləkləri olacaq. Bu səhv fikirdir. Föhn küləyi isə ilin soyuq dövründə dağlarda əsən isti küləklər. Yəni föhn küləyinin açıqlaması odur. Siklonların mərkəzində şəlakat, buludsuz, aydın, yağıntısız hava hökm sürür. Bu səhvdir də, biz bunu niyə götürdük ki? Yox, bu düzdür. Bir dəqiqə, digərlərinə baxaq. Elə bu föhn küləyi olacaq. Hava axınları yüksək dağları keçdikdən sonra digər dağ yamacından aşağı doğru hərəkəti ilə isti və quru. Bəli, elə bu fön küləyi əslində açıqlamasına aid edə bilərik. Çünki fön küləyi enən hava yaradır, isti, quru hava yaradır dağlarda. Bu açıqlama ola bilər. Digər variantlara da baxaq. Siklonların mərkəzində şəlakat, buludsuz, aydın, yağıntısız hava hökm sürür. Bu antisiklonlara aid olan fikirdir. Siklonların mərkəzində güclü külək əsir. Çünki mərkəzdə alçaq təzyiq olduğu üçün külək kənardan mərkəzə əsir. Mərkəzdə şəlakat ola bilməz. Mərkəzdə şəlakat antisiklonda olur. Antisiklonda hava cənub yarımkürəsində saat əqrəbi hərəkəti istiqamətində, şimal yarımkürəsində isə saat əqrəbinin əksinə fırlanır. Bu da doğru fikir. Yox. Cənub yarımkürəsində saat əqrəbi yox. Şimalda saat əqrəbi istiqamətində, cənubda saat əqrəbin əksi istiqamətində fırlanır. Bu siklona aid olan fikirdir. Cənubda saat əqrəbi, şimalda onun əksi. Bu da yanlışdır. Yerdə bir dənə föhnümüz qalır. Föhn deməli, hava axınları yüksək dağları keçdikdən sonra digər dağ yamasından aşağı doğru hərəkəti ilə isti və quru küləkləri əmələ gətirir. Bu da oldu föhn küləyinin açıqlaması. Birinci mən bunu səhv anladım, dağ-dərə dedim. Əslində elə föhn küləyin açıqlamasıdır. Föhn küləkləri ilin soyuq dövründə əsən, həm də isti küləklərdir. Və dağlıq ərazilərdə əsirlər. 188-ə bax.
Aşağıdakı qrafikdə illik külək gücü verilir. Burada küləyin sürəti mil saat, davamiyyəti isə faizlə göstərilir. Hansı hakim istiqamətdə küləyin sürəti zəif olur? Hakim istiqamət deyirsə, hakim istiqamət bir buradır, bir buradır, bir buradır, bir buradır, bir də buradır. Qalan istiqamətlərin heç biri hakim deyil. Hakim nə deməkdir? Yəni daha çox əsir. Və deyir bu hakim istiqamətlərdən hansında küləyin sürəti zəif olur? Baxırıq ki, küləyin sürəti güclənibsə, göy rəngin tündlüyü artıb. Göy rəngin çox olduğu yerləri seçməyəcək. Çünki göy rəng çoxdursa, orada külək sürətli olur. Hakim istiqamətlərdən burada göy rəng çoxdur. Burada da çoxdur. Burada da çoxdur. Burada isə daha çox açıq mavi və yaşıl rənglərdir. Bunlar aşağı sürətlər hesab olunur. Burada qeyd olunub. Ona görə biz bu ikisini götürməliyik. Bu iki istiqamət isə cənub-qərb və cənub-qərb istiqamətləridir. Ona görə cavabımız olur A variantı. 189-a baxırıq. Avropanın xəritəsinə əsasən yağıntıların illik miqdarının daha çox olduğu əraziləri müəyyən edin. Yağıntının illik miqdarı çoxdursa, bu göy rəngin tündlüyü də çox olmalıdır. Göy rəngin tündlüyü baxırıq ki, çoxdur. Skandinaviya sahillərində və Böyük Britaniyada. Ümumiyyətlə, bu ərazilər mülayim dəniz iqlimində yerləşir. Mülayim dəniz iqlimində isə il boyu yağıntılar düşür. Ona görə də 1 və 2-ni seçəcəyik. 190. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Siklonlar antisiklonların oxşar fərqli cəhətlər. Avropanın iqliminə böyük təsiri göstərir. Bunu hər ikisinə aid eləmək olar. Avropada həm siklonlar, həm də antisiklonlar kifayət qədər əsirdir. Şimal yarımkürəsində saat əqrəbinin hərəkət istiqamətinin əksinə, cənubda isə saat əqrəbi istiqamətindədir. Bu siklona aid olan fikirdir. Şimalda əksinə, cənubda saat əqrəbi. Mərkəzində şəlaket hökm sürür. Bu antisiklona aiddir. Çünki mərkəzdə yüksək təzyiq olur. Külək kənara doğru əsir. Mərkəzdə külək əsmir. Hava axınları mərkəzdən kənara yönəlir. Bu da antisiklona aiddir. Çünki mərkəzdə yüksək təzyiqdir. Külək də yüksəkdən alçağa doğru əsməlidir. Qapalı alçaq təzyiq sahəsində əmələ gəlir. Bu isə siklona aid olan fikirdir. Deməli, 1-ə 2, 5, 2-yə 3, 4, 3-ə 1 cavab olur. Y variant. Doğru olmayan fikri müəyyən edin. Havada suyun miqdarı doymuş həddə çatdıqda, yaxud ona yaxın vəziyyətdə olduqda yağıntıların düşmə ehtimalı artır. Bəli, doğru fikirdir. Havada nə qədər çox su buxarı olarsa və yaxud hava su buxarı ilə doyarsa, yağış yağma ehtimalı çox olur. Çünki nisbi rütubət maksimuma çatır. Havadakı faktiki su buxarının miqdarının həmin temperaturda ola biləcək suyun miqdarına nisbi rütubətlik deyilir. Bəli, bu faizin tapılması prosesində, məsələn, 9 qram saxlaya bilir, 7,2 qram var. Bir-birinə böləndə alınan ədəd nisbi rütubətlik hesab olunur. Rütubətli əmsalı qiymətinin 0,3-dən 0,6-ya qədər olduğu ərazilər ifrat rütubətlənmiş ərazidir. Təbii ki, səhvdir. İfrat nə deməkdir? Bir şeyin həddindən artıq çox olması. İfrat rütubət vahiddən böyük olmalıdır. Yəni 1 plus. Burada isə 0,3 və 0,6-dan danışır. Bu normal rütubətlilik hesab olunur. 1 kub metr havada olan su buxarının qramlarla miqdarı mütləq rütubətlidir. Doğrudur. Faizlə isə nisbidir. Rütubətli əmsalı orta illik yağıntı miqdarının illik mümkün buxarlanmaya nisbətidir. Bəli, bu da düsturdur onsuz da. Bu da doğru fikirdir. 192-yə baxırıq. Xəritə sxemi əsasən rütubətlənmə əmsalının ən yüksək olduğu məntəqə. Baxaq, görək burada cavabımız nə olacaq. Rütubətlənmə əmsalı daha çox. İllik yağıntı 800, 600, 800 arası, 400, 600, 200, 400, 200. Və bizə burada izoqaminləri verib. Yəni, eyni buxarlanmaya malik əraziləri birləşdirən xətlər verir. Baxaq. Başlayaq M məntəqəsindən. M məntəqəsi
200-400 yağıntının yağdığı ərazidir və M məntəqəsindən 600-lük və 400-lük izoqamillər keçir. Rütubətlər hansı isə yağıntının buxarlama qabiliyyətini izoqamilə nisbət edir. M məntəqəsində 200-ü, məsələn 400-ə bölsək, 0,5 edir. Rütubətli əmsal. P məntəqəsində də yenə 200-400-dür və buradan 200 izoqamil keçir. Elə 200-ü məsələn bölsək 200-ə, bu eləyir 1. Burada da rütubətli əmsal 1 oldu. M məntəqəsini ölçək. M-də yağıntının miqdarı 400-600-dür. Buxarlama qabiliyyəti də 400-dür. Gəlin ən yüksəyini götürək. 600-ü bölək 400. Bu da eləyir 1 tam onda 1 tam 200 qalır. 200 də 400-ə 5. 1 tam onda 5. El məntəqəsinə baxaq. El məntəqəsində 600-800-dür yağıntı və buradan 400-lük izoqamillər keçir. 800-ü 400-ə böləndə 2 eləyir. Burada da 2 oldu rütubətli əmsalı. K məntəqəsində yağıntı 800-dən çoxdur. Gəlin elə 800 götürək və buradan 200 izoqamil keçir. 800-ü 200-ə böləndə eləyir 4. Rütubətli əmsalın ən böyük qiyməti K məntəqəsində qeydə alınır. Davam edirik 193 nömrəli sual. 30 dərəcə temperaturda 1 kub metr havanın nisbi rütubətliyi 45%-dir. Mütləq rütubətliyi və havanın doyması üçün çatışmayan suyun miqdarını tapın. Yəni nə qədər su buxarı var, onu da tapın. Nə qədər lazımdır doyması üçün, onu da tapın. Və bizə deyir ki, 30 dərəcə 30 qram saxlaya bilir. Deməli 30 qram 30 dərəcə üçün 100%-dir. Bəs neçə qram? 45%-dir. Burada da 30-u 45-ə vurub 100-ə böləndə eləyəcək 1350 bölü 100 13,5. Deməli havada 13,5 qram su buxarı var və 30 qramla da doyur. Nə qədər çatışmır? 30 çıxaq 13,5 16,5 də çatışmır. 13,5 var 16,5 də çatışmır. Cavab C variantı olur. 193'təydik. 194 ilə davam edək. Çox uzaqlaşdı belə. Baxaq. Deyir ki, diaqramda 5 ayrı məntəqədə havanın su buxarı ilə doyma miqdarı və havadakı mövcud su buxarının miqdarı verilir. Buna əsasən hansı fikrin doğru olmadığını müəyyən edin. Deməli, tünd rəng havadakı su buxarının miqdarıdır. Məsələn, birinci məntəqədə 7 qram. Açıq rəng isə doyma həddidir. 7 qram var, 8-dən doyur. Məsələn. Belə ardıcılıqla davam edir. Burada 8 qram var, 13-dən doyur. Birinci məntəqə ən yüksək nisbi rütubətliyə malikdir. Aha, bunu bilməyimiz üçün biz gərək bunun hamısını hesablayaq nisbi rütubətini. Əgər birinci məntəqədə 8 qram 100%-dirsə, 7 qram neçə faizdir? Yəni 7 vur 100 böl 8. Bu eləyir 87,5%. Burada nisbi rütubət 87,5-dir. İkincidə isə 8-i 100-ə vurub 13-ə böləndə bu eləyəcək təxminən 80. Eləyəcək 80%. Digərində 9-u 100-ə vurub 11-ə böldükdə bu eləyəcək təxminən 82%. Üçüncüdə isə 8-i 100-ə vurub 19-a böldükdə bu da eləyəcək təxminən 42%. 5-ci məntəqədə isə 18-i 100-ə vurub 25-ə böldükdə bu da təxmin eləyəcək 72%. Deməli, ən yüksək nisbi rütubət 1-dədir. Burada da deyir ki, birinci məntəqə ən yüksək nisbi rütubətliyə malikdir. Bu doğru fikir. Bizdən isə səhvi soruşur. Bunu atırıq. Havanın su buxarı ilə doyma miqdarı
və mütləq rütubətli arasındakı ən böyük fərq 4-dədir. Baxaq. Birinci məntəqədə 1 qram fərq var, 7-8. İkinci məntəqədə 5 qram fərq var. 3-də 2 qram fərq var. 4-də 11 qram fərq var. 5-də 7 qram fərq var. Deyir ki, ən böyük fərq 4-dədir, düz deyir. Bunu da atırıq. İkinci məntəqədə havanın temperaturu üçüncü məntəqədən aşağıdır. İkinci məntəqə 13 qram saxlaya bilir. Üçüncü məntəqə 11 qram saxlaya bilir. Hava nə qədər istidirsə, o qədər çox saxlayır. Ona görə bu fikir səhvdir. 2-də daha çoxdur temperatur. Çünki 2 3-dən daha çox saxlaya bilir su buxarını. Mütləq rütubət miqdarı ən az birinci məntəqədə, bəli, 7 qram cəmsi ən azdır. Ən çoxsa 5-dədir, bəli, 5-də də 18 qramdır ən çoxdur. Bu da doğrudur. 5-ci məntəqənin su buxarı doyma həddi daha yüksəkdir. Bəli, 25 qramla doyur. Ən yüksək doyma həddi burada. Cavab olur C variantı. 195-ə baxaq. Aşağıdakı iqlim diaqramına əsasən orta illik yağıntı miqdarını, yağıntı normasını təyin edir. Yəni orta illik nə qədər yağış yağır. Biz bunu gərək hər ayın yağıntısını toplayıb ayların sayına bölək. Deməli 150 birinci ay. İkinci ay 100. Belədir 250. Üçüncü ay yenə 100. Burada yazılıb bu rəqəmlər. Elədir 350. Dördüncü ay yenə 100. Elədir 450. Beşinci ay 150. Elədir 600. Altıncı ay 100. Elədir 700. Yeddinci ay 150. 850. Səkkizinci ay 200. 1050. Doqquzuncu ay 300. 1350. 10-cu ay 250. 1600. 11-ci ay 200. 1800. 12-ci ay 150. 1950. Deməli 12 ay ərzində 1950 qram yağıntı yağır. Və bizdən orta illik normanı soruşsa, biz ortalama hər ay nə qədər yağıb onu taparıq. Yəni 1950-ni bölməliyik 12-yə. 1950-ni də 12-yə böləndə yəqin ki 160 neçə düşəcək. Yoxlayaq. Bəli, 163 düşür. Doğrudur. 160,5 düşür əslində. Ama yəqin biz hardasa sözü səhv eləmişik. Baxırıq 96-ya. -10 dərəcədə havanın nisbi rütubəti 60%-dir. Havanın temperaturu 10 dərəcə artdıqda nisbi rütubəti 30% olarsa. -10 dərəcədə 1 kub metr havanın su buxarı və doyma miqdarının nə qədər olduğunu hesablayın. Aha. Deməli, hava 10 dərəcə artıb, -10 imiş, olub 0 dərəcə. Və nisbi rütubət 30% olub. 0 dərəcə isə 5 qram saxlaya bilir. Yəni 5 qram 0 dərəcə üçün 100%-dir. Bəs neçə qram? 30%-dir. 5-i də 30-a vurub 100-ə böləndə eləyir 1,5. Deməli, havada 1,5 qram su buxarı var. Və bu hava əvvəl -10 dərəcə imiş. Və -10 dərəcə olanda nisbi rütubət 60% imiş. Yəni 1,5 qram 60%-ə bərabər imiş. Bəs neçə qram 100%-ə bərabər imiş? Yəni -10 dərəcə neçə qram saxlaya bilirmiş? Buradan da 1,5-i 100-ə vurub 60-a böləndə eləyir 2,5. Deməli, -10 dərəcə 2,5 qram su buxarı saxlaya bilir. Və yaxud -10 dərəcənin doyma həddi 2,5 qramdır. Cədvələ sizə hansı məntəqədə atmosfer yanğınlarının düşmə ehtimalı daha az olduğunu müəyyən edin. Daha az olduğunu müəyyən etmək üçün biz bunların nisbi rütubətini bilməliyik. Ən az nisbi rütubət hansında olsa, ən az ehtimal da orada olacaq. Deyir ki, 1 kub metr havada su buxarı 30 qramdır. Yəni ola biləcəyi 30 qramdır, amma 27 qram var. Bu 90% edir. 27 30-un 90%. Burada isə 5 qram ola bilər, amma 4 qram var. 4 5-in 80%. Burada 0,2
qram var, amma 2,5 ola bilər. 0,2, 2,5-in 20-ni 2,5-ə böləndə, yox, hələ 20-ni 2,5-ə böləndə edir 8. 8%. Düz vurdun. 0,2 100-ə vuranda 20. 2,5-ə böləndə də 20-ni eləyir 8 daha da düzdür. O birində 15-17-nin təxminən 82%-idir. O birində də 6,5 9-un təxminən 73, 72, 72 olsun. 72% təxmin. İndi burada ən az ehtimal təbii ki 8% olan 3-cü məntəqədə olacaq. 198-ə bax. Aşağıdakı qrafikdə illik külək gücü verilir. Burada küləyin sürəti 1 bölünsün saat, davamiyyəti isə faizlə göstərilir. Hansı hakim istiqamətlərdə küləyin sürəti daha güclü olur? Bu bayaqki sualdır. Hakim istiqamətlər dedik buradır, 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 buradır. Küləyin sürəti isə çoxdursa, deməli rəng göydür. Rəngin göy olduğu yerlər isə daha çox bu hissələrdir. Yəni şimal-qərb, qərb-şimal-qərb hissələr. Şimal, qərb, qərb, şimal, qərb olur B variantı. Hakim o demək ki, yəni daha çox əsər. 199-a bax. Cədvələ əsasən hansı məntəqələrdə havanın temperaturu daha aşağıdır? Hansı məntəqə daha az su buxarı saxlaya bilirsə, o daha aşağıdır. Yəni hansı məntəqənin 100%lik göstəricisi daha balaca rəqəm çıxsa, orada temperatur daha aşağı olacaq. Məsələn, deyir 1 kubmetr havada faktiki su buxarı miqdarı 6 qramdır və nisbi rütubət 40%-dir. Deməli 6 qram 40%-ə bərabərdir. 6 qram 40%-ə bərabərdirsə, bəs 100% neçə qrama bərabərdir? 6 qram 40%. Neçə qram 100%? 6-nı da 100-ə vurub 40-a böləndə eləyir 15. Deməli, burada 15 qram saxlaya bilir hava. İkinciyə baxaq. 12 qram deyir 80%-ə bərabərdir. 12 qram 80%-ə bərabərdirsə, neçə qram 100%-ə bərabərdir? Burada da 12-ni 100-ə vurub 80-ə böləndə yenə 15 edir. Digərində isə 5,1 qram 60%-ə bərabərdir. 5,1 60%-dirsə, neçə qram 100%-dir? 5,1-i də 100-ə vurub 60-a böləndə eləyir 8,5. 8,5. Digərində isə 9 qram 45%-ə bərabər. 9 qram 45-dirsə, neçə qram 100-dür? 9-u da 100-ə vurub 45-ə böləndə 20. 2,8 qram 70%-dirsə, neçə qram x 100%-dir? 2,8-i də 100-ə vurub 70-ə böləndə eləyir 4. Bizdə deyir ki, aşağıdır. Ən aşağıdırsa ən az saxlaya bilir. Ən az saxlayansa 4 qram saxlaya bilir. Bu da 5-ci məntəqədir. Digər ən az isə 8,5 saxlaya bilən 3-cü məntəqədir. Yəni 3-5 A variantı. İki baxırıq. Şərti həll eləyək, sonra diaqramlara baxarıq. Deyir ki, temperatur 30 dərəcə olan 1 kubmetr havada 12 qram su buxarı var. Gəlin görək nisbi rütubət hələ nə qədərdir? Heç ardını oxumuruq. 30 dərəcədə yazıb 30 qram saxlaya bilir. Yəni 30 qram 100%-dir. 12 qram neçə faizdir? Burada da 12-ni 100-ə vurub 30-a böləndə eləyir 40. Deməli, havada 40% nisbi rütubət var. İndi nöqtədən sonranı oxuya bilərəm. Havanın temperaturu 20 dərəcəyə dək düşərsə, nisbi rütubətin dəyişilmə qrafiki müəyyən edilir. Hava düşdü 20 dərəcəyə və içində yenə 12 qram su buxarı var. 20 dərəcə isə 17 qram saxlaya bilir. 17 qram 100%-dir. 12 qram x%-dir. 12-ni də 100-ə vurub 17-yə böləndə eləyir 75. 70 üzr istəyirəm. 70. Deməli 40% idi, olub 70%. Deməli 30 dərəcədə 40%, 20 dərəcədə 70% olan qrafiki tapmalıyıq. A-da
30-a 20, 20-yə 40-dır. B-də isə 30-a 40, 20-yə 70-dir. Yəni 60-dan 80-in ortası. Cavab elə B variantı. 201-ə baxırıq. 2 sual, 2 səhifə tutur. Yəni. Birinci həll eləyək, sonra qrafikləri təhlil eləyək. Horizontallar verilmiş sxemaya əsasən KL xəttinə uyğun gələn atmosfer təzyiqinin düzgün dəyişilmə qrafiki. Deməli, burada baxırıq ki, 1000, sonra boşluq, sonra boşluq, sonra 1600. 1600 çıxaq 1000, eləyir 600. Bu ikisinin arası 600 metrdir və 3 horizontal var. 600 də 3-ə böləndə eləyir 200. Deməli, kəsmə yüksəliyi 200 metrdir. Kəsmə yüksəliyi 200 metrdirsə, kənarlara doğru artırsa, deməli, bura 1000 olacaq. Burada 1200 olacaq. K olacaq 1200. L isə olacaq 1400. Burada 1200'dür. Bizə deyir ki, atmosfer təzyiqini dəyişilmir. Onda burada 800. 1200 metr yüksəklikdə atmosfer təzyiqi 120 azalar. Dəniz səviyyəsindən 760 olursa, 760-dan 120 çıxanda burada atmosfer təzyiqi olacaq 640. Və bundan aşağıda 1000-də bundan 20 daha çox olacaq. Çünki 200 metrə 20 dəyişir və aşağıda olanda çox olmalıdır. Burada olacaq 660, o birində olacaq 680, 20-20 artacaq. Bu biri 800-də də 680. İndi yuxarıya doğru qalxdığımız üçün azalacaq. Yenə 660, 640, 620. Deməli 640 ilə başlasın, 620 ilə bitsin. Görək hansı variant? Ortada da artsın, sonra azalsın. A variantında başlayır 700-dən yuxarı ilə. Bu deyil. Bizə 640 lazım. B variantında başlayır 640 ilə, amma 640-la da bitir. Bu da bizə lazım deyil. Bizə 620 ilə bitən lazım. C variantda 640 ilə başlayır, arada 680-i keçir, sonra 620-yə düşür. Elə cavab C variantı olacaq. Digər variantlardakı səhvləri də deyək. D variantında 660-dan başlayır, 640-da bitir. Bu düz deyil. Y-də isə ümumiyyətlə 700-dən yuxarı. 102-yə baxırıq. Diaqramda A və B məntəqələrində temperaturun illik gedişatı verilib. Buna əsasən aşağıdakı fikirlərdən hansı doğru olmaz? Deməli, A-da və B-də. Birinci oxunanları oxuyaq, sonra təhlil eləyək. Deyir, B məntəqəsində kontinentallıq çoxdur. B-də mənfidən qalxıb müsbət 25-ə, A-da isə müsbət 5-dən müsbət 20 arasında dəyişib. Bəli, kontinentallıq B-də daha çoxdur. Kontinentallıq odur ki, yay temperaturu ilə qış temperaturu arasındakı fərq. Bu da B-də daha çoxdur. Bu doğru fikir. A məntəqəsində qış daha mülayim keçir. Bəli, A-da qışda müsbət 5 olur, B-də isə mənfi 5 olur. A-da daha mülayim keçir. B məntəqəsində yay daha istidir. Baxırıq, B-də müsbət 25-də, A-da müsbət 20, bəli, B-də daha isti. Məntəqələrdə orta temperatur ildə 2 dəfə eyni olur. Bəli, 2 dəfə kəsişirlər. Bir burada, bir də burada. Bu da doğru fikirdir. Məntəqələr cənub yarımkürəsində yerləşir. Təbii ki, yox. Çünki 6, 7, 8-ci ayda olub ən yüksək temperatur hər ikisində. 6, 7, 8-ci ay iyun, iyul, avqustdur. İyun, iyul, avqustda şimalda yay aylardır, cənubda yox. Ona görə bu fikir səhvdir. Diaqramda 4 fərqli məntəqədə eyni gün üçün ölçülən havanın temperaturları və nisbi rütubətləri verilib. Buna əsasən məntəqələrdə 1 kub metr havada olan su buxarı miqdarının artmasına görə sıralayın. Gəlin baxaq. Mən qırmızı rəng temperaturu göstərir. Temperatur sağ tərəfdə yazılıb Selsi ilə. Göy rəng isə faizi, nisbi rütubəti göstərir. O da sol tərəfdə yazılıb 20, 40, 60, 80 kimi. İndi gəlin bir-bir bunların nisbi rütubətini hesablayaq. Yox, havadakı su buxarını hesablayaq və müqayisə edək. Birinci məntəqədə temperatur 30 dərəcədir, nisbi rütubət 20%-dir. 30 dərəcə isə bura yazıb ki, 30 qram saxlaya bilir. Yəni 30 qram 100%-dir. Neçə qram? 20%-dir.
Burada da 30-u 20-yə vurub 100-ə böləndə eləyir 6. Deməli, birinci məntəqədə 6 qram su buxarı var. İkinci məntəqəyə baxaq. Temperatur 20 dərəcə, rütubət 80%. Və 20 dərəcə 17 qram saxlaya bilir. 17 qram 100%-dir. X qram 80%-dir. 17-nin də 80%-i təxminən olacaq. Deməli, 17-dən 3,4 çıxanda 13,6. Burada isə olacaq 13,6. Üçüncü məntəqəyə baxaq. Temperatur 10 dərəcədir. Nisbi rütubət yenə 80%-dir. 10 dərəcə isə 9 qram saxlaya bilir. 9-un 80%-i eləyir 7,2. Burada isə 7,2. Dördüncü məntəqədə temperatur 0 dərəcədir. Rütubət 60%-dir. 0 dərəcə 5 qram saxlaya bilir. 5-in 60%-i eləyir 3. Burada isə 3 dərəcədir. İndi bizdə deyir ki, su buxarı miqdarının artmasına görə, yəni ən azdan ən çoxa, ən az 4-dədir, sonra 1-dədir, sonra 3-dədir, sonra 2-dədir. Cavab Y variantı. Doğru olmayan ifadəni müəyyən edin. Havanın temperaturu yuxarı qalxarsa, hava doyma həddindən uzaqlaşar. Bəli, məsələn 20 dərəcə temperatur 30 dərəcəyə qalxıbsa, doyma həddi daha da artacaq, yəni uzaqlaşacaq. Bu doğru fikir. Havanın temperaturu aşağı düşərsə, nisbi rütubət artar. Bu da doğru fikirdir. Çünki 10 dərəcəni saxlaya bilmə faizi ilə 20 dərəcəni saxlaya bilmə faizi eyni deyil. Yəni 10 dərəcəyə düşəndə temperatur, nisbi rütubət artacaq. Çünki faiz nisbətdən 10 daha az saxlaya bilir. Havanın temperaturu yuxarı qalxsa, nisbi rütubət azalar. Bəli, B variantının əksi fikirdir. Doğrudur hər ikisi. Yəni B variantı ilə oxşar fikirdir. Sadəcə birində havanın temperaturu aşağı düşərsə, nisbi rütubət artar deyil. Birində yuxarı qalxarsa, nisbi rütubət azalar deyil. Yəni eyni mənaya gəlirlər. Havanın temperaturu aşağı düşərsə, hava doyma həddinə yaxınlaşar. Bəli. Nə qədər soyuyarsa, o qədər tez doyar. Havanın temperaturu aşağı düşərsə, mütləq rütubət azalar. Mütləq rütubət ümumiyyətlə dəyişməz. Mütləq rütubət qramla miqdardır. Havanın temperaturu oynayanda qram miqdarı niyə dəyişsin ki? Yalnız faiz miqdarı, yəni nisbi rütubət dəyişir. Cədvələ sən orta illik temperatur və nisbi rütubəti verilən bölgələrin hansında suxurların kimyəvi aşınması daha intensivdir? Kimyəvi aşınma rütubətli yerlərdə olur. Ən çox nisbi rütubət hansındadırsa onu götürəcək. Bu da ikinci məntəqədir. 86%. Cavab olur B variantı. Cədvələ əsasən hansı məntəqədə atmosfer yağıntılarının düşmə ehtimalının daha yüksək olduğunu, daha yüksək olduğunu bilmək üçün nisbi rütubətləri hesablamalıyıq. Hansında nisbi rütubət daha çox olarsa, düşmə ehtimalı da o qədər çox olacaq. Birinci məntəqə 30 qram saxlaya bilir, 24 qram var. 24 30-un 80%-dir. İkinci məntəqə 5 qram saxlaya bilir, 4 qram var. 4 5-in 80%-dir. Üçüncü məntəqə 2,5 qram saxlaya bilir, 1 qram var. 1 2,5-in 40%-dir. Dördüncü məntəqə 17 qram saxlaya bilir, 15 qram var. 15 17-nin təxminən 82%-dir. Beşinci məntəqədə 9 qram var, 7 qram 9 qram saxlaya bilir, 7 qram var. 7 9-un təxminən 78%-dir. Burada ən yüksək nisbi rütubət 82%-lə dördüncü məntəqə oldu. Yağışın yağma ehtimalı burada hamısından daha yüksəkdir. Cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını müəyyən edin. Deyir, yüksək təzyiq qurşaqları əslən rütubətli, alçaq təzyiq qurşaqları isə quraq hava şəraiti ilə seçilir. Yüksək təzyiq qurşaqlarında enən havadır. Enən hava rütubət gətirməz. Alçaqda isə qalxan havadır. Qalxan hava rütubət gətirir. Yəni bu fikir səhvdir, tərsinə. Koreys qüvvəsinin təsiri altında daimi küləklər şimal yarımkürəsində sola, cənubda sağa meyl edir. Səhv fikirdir. Şimalda sağa, cənubda sola meyl edir. İstilik qurşaqların sərhəddi tropiklərdə orta illik, digər illərdə isə ən isti ayın orta temperaturunu göstərən izotermlə keçir. Doğru fikir. Gündüzlər dağlara görə daha gec qızan dərələr üzərində yüksək təzyiq formalaşdığından külək dağlara doğru, gecə isə əksinə, yəni dərəyə doğru əsir. Bəli, dağ-dərə küləkləri gündüz dərədən dağa, axşam dağdan dərəyə əsirlər. Yanlış, yanlış, doğru, doğru. C var.
Davam edirik. 208. Hərdən səməstsən yağıntıların mümkün buxarlanmadan çox olduğu məntiqə. Yəni yağış çox yağsın, amma az buxarlansın və yaxud yağış da az yağsın, buxarlanma da çox az olsun. Yəni ya çox soyuq yer olsun, ya da ekvatorial enliklər olsun. Çox soyuq yer burada 5-dir, ekvatorial enliklər 2-dir. Qalanları 3 səhradır, 4 səhradır, 1 səhradır. Bunlarda yağıntı çox olmaz. Xəritə sisteməsindən iqlim şəraiti kəskin kontinental, lakin ifrat rütubətli şəraitinə malik ərazi. Kəskin kontinental Asiyadadır. Sibir regionunda. O da 4 rəqəmi ilə göstərilib. Cavab D variantı. El-Ermeni diaqramına əsasən uyğunluğu müəyyən edin. Qərb küləkləri, passat küləkləri. Yüksək təzyiq qurşaqlarının alçaq təzyiq qurşağına doğru əsən daimi küləklərdir. Bütün daimi küləklər belədir. Hamısı yüksəkdən alçağa əsir. Bu ikisinə də aid. Tropik qurşaqlardan ekvatorial qurşaqlara doğru əsən okean üzərində rütubətli hissəcənən külək passatlardır. Tropikdən ekvatora əsir. Avropada Ural dağlarına qədər əraziyə bol yağıntı gətirir. Bu da qərb küləkləri olacaq. Çünki Avropa mülayim enliklərdə yerləşir. Qərb küləyi də mülayimə doğru əsən küləkdir. Koreys qüvvəsinin tərsinə şimal yamçı sağa meyl edir. Bu bütün küləklərə aiddir. Bunu ikisinə də aid eləyəcəyik. İldə istiqamətini 2 dəfə dəyişən mövsüm küləyi mussondur. Mussonun heç bir variantda yoxdur. Uşaqlar, bu günlük bu qədər. Açıq suallara vaxt çatmadığı üçün baxa bilməyəcəyik. Sağ olun.